Mümtaz sözünü öyrənmişəm. Mümtaz söz. Bəli, Azərbaycan dilində. Azərbaycan birinci xanımı. Özümün söz bazamaz deyil ki, öyrənməyə də. Heç bir. Mən ərəb dili öyrəndim. Bu yaşında təzə nə yeni söz öyrənim. Öyrəndiyimi cavan vaxtda öyrənmişəm də. Allah sən sağ ol. Yeni nə bilim, yadıma düşmür belə. Alınma sözlər çoxdur da. Yeni kompüter, kurikulum məktəbdə, sonra yəni ki, gündəlik istifadə eləyən, yəni ki, alınma sözlər çox xarici dillərdən. Narahatçılığım, nə bilim, vallahi heç nə yadıma düşmür. Narahatçılıq çox böyükdür. Ona görə ki, Azərbaycan dilində çoxlu ərəb və fars sözləri var. Ona görə hansı sözə baxsaq görürük ki, ərəb dilindədir. Ona görə dillə bağlı odur. Çoxu şəhərdə ruski yazışıdır. Biz bunun əleyhinəyik. Xoşumuz gəlmir. Azərbaycan dilində görə Azərbaycanca danışırsan. Özü də ruslar burada yaşayır, amma bizə rus dilinə cavab verirlər. Yəni Azərbaycan dilində müəyyən çox şeylər narahatsızlıq var. Məsəl üçün çox Azərbaycan dilində rus dilindən çox istifadə olunur. Bu ən çox biz bunları məsələn banklarda görürük. Mən şəxsən həmişə bankda rastlaşmışam. Danışanda mənə ilk olaraq rusca cavab verir. Amma mən onun faktiki olaraq Azərbaycan dilində danışıram. Mənim üçün ən böyük problem budur, deyək hal-hazır. Dilimizdə çoxlu qarışıq sözlər əlavə olunur. Daha çox rus dilli sözlərdən istifadə olunur. Bu da dilimizin o gözəlliyini itirir. Hamı Azərbaycan dilində danışır. Çalışır, hamı danışsın. Öz dilimizi sevirik, əlbəttə danışmalıyıq da. Prezidentimizə də Allah dəyməsin, sizə də can sağlığı arzulayıram. Dilimizdə hal-hazırda çoxdur problemlər. Bu elə bizim təhsilimizdən başlayır. Ta bizim elə universitetimizdə də görünür, ta bizim ümumilikdə böyük işlərdə də, yəni böyük müəssisələrdə də və ona və başqa strukturlarda bunu özünü göstərir. Yəni problemlərdən söhbət gedir. Bugün ki, indi dilçilər bilir də öz dili inkişaf elətdirmək üçün o dildən. Çünki alınma sözlər tək Azərbaycanda yox. Xarici ölkələrdə də elə söz var ki, o ümumi dünya işlənilən sözlərdir. Biz ölkədə də o sözlərdən istifadə olunur. Mənə elə gəlir ki, Azərbaycan dilində yaxşı danışan məmur Tural Rüstəmov. Elvar Məmmədiyarov. Tağı Əhmədov. Ümumiyyətlə, indiki gənc belə deyək də deputatlar, yəni bunun içində Ceyhun Osmanlısı olsun, Qənura xanım olsun, Fuad Muradov olsun, bunlar Azərbaycan çox olur. Amma bəzi o biri deputatlar var ki, rus dilindən çox istifadə edirlər. Məmurların çox elə Sokarın prezidenti Azərbaycan elə düzgün də danışa bilmir. Səfər Əbiyev ən böyük problemimiz. Cümlənin başı da rus dilindədir, sonu da rus dilindədir. Bundan başqa? Bilmirəm. Bilmirəm. Demək olar ki, çox az. Belə millət vəkillərindən bəziləri, düzdür, millət vəkilləri danışmasa da belə, amma mən bilən ancaq biraz onlar ən az özlərində işləyirlər. Elə hamısı da danışır. Ekologiya naziri. Məmurlardan yəni bir tanıdığım Heydər Əliyev idi, o da rəhmətə getdi.